Salam. Bu videoda sizə Braziliya haqqında bilməli olduğunuz ən vacib məlumatları qeyd edəcəyəm. Braziliya Latın Amerikası regionunda, Cənubi Amerika materikində yerləşir və Cənubi Amerika materikinin, həmçinin Latın Amerikası regionunun sahəcə ən böyük ölkəsidir. Ölkə şimal, cənub və qərb yarımkürəsində olmaqla 3 yarımkürədə yerləşir. Ərazisinin böyük hissəsi cənub yarımkürəsində yerləşir. Yalnız Amazon ovalığında ekvatordan şimalda qalan hissəsi şimal yarımkürəsində yerləşir. Və cənub tropik xətti kəsdiyi üçün həmçinin 2 işıqlanma qurşağında yerləşir deyə bilərik. Və yeganə ölkədir ki, eyni zamanda həm ekvator xətti, həm də cənub tropik xətti kəsir. Yerləşdiyi materikdə, regionda yox, materikdə 2 ölkə istisna qalan bütün ölkələrlə həmsərhəddir. Yalnız Cənubi Amerika materikində Ekvador və Çili ilə həmsərhəddir. Cənubi Amerikada yerləşən digər bütün ölkələrlə həmsərhəddir. Hətta Fransa Gvianası ilə belə sərhəddi mövcuddur. Yerləşdiyi materikin ucqar şərq nöqtəsi Cabo Branco burnu burada yerləşir. Ərazisi demək olar ki, bütünlükdə platformadan ibarətdir və burada platformanın qalxan və enən sahələrinə geniş rast gəlinir. Qalxan sahələri Braziliya yaylasına, enən sahələr isə Amazon ovalığına uyğun gəlir. Braziliya yaylasında kristalik bünövrə səthə yaxın yerləşdiyinə görə zəngin faydalı qazıntılara malikdir. Daha çox filiz faydalı qazıntılar və maqmatik metamorfik suxurların yayıldığı üçün burada filiz faydalı qazıntılar zəngindir demək olur və digər faydalı qazıntılar da mövcuddur. Platformanın enən sahəsinə isə Amazon ovalığı uyğun gəlir. Əsas təbii ehtiyatları boksit, dəmir və qala ehtiyatlarıdır. Lakin son dövrlər neft hasilatına görə də fərqləndir deyə bilərik. Ərazisi ekvatorial, subekvatorial, tropik və subtropik olmaqla 4 iqlim qurşağında yerləşir. Və tropikin həm quru, həm də dəniz tipləri mövcuddur. Materikin sahilləri yalnız isti cərəyanların təsirinə məruz qalır və burada isti Gviana cərəyanı və isti Braziliya cərəyanı təsiri vardır. İsti Braziliya cərəyanı təsiri ilə burada rütubətli tropik iqlim şimala doğru meyllənir. Resife şəhəri ondan cənub istiqamətində Rio de Janeiroya doğru rütubətli tropik iqlim yaranır və ucqar şərq nöqtə olan Cabo Branco tropik dəniz iqlimində yerləşir. Əsas təbii zonaları da elə ekvatorial meşələr təbii zonası, ekvatorial meşələrlə savannalar arasında dəyişkən rütubətli meşələr, o cümlədən musson meşələri, sonra Braziliya yaylası və La Plata ovalığının şimal hissəsi düşür savanna və seyreş meşə təbii zonasına və ekvatordan cənubda qalan savannalar kompost adlanır. Və buradan yenə isti okean cərəyanı təsirinə məruz qalan ərazilərdə rütubətli tropik iqlim müşahidə edilir. Və rütubətli iqlim daxilində dəyişkən rütubətli meşələr təbii zonası yayılmışdır. Çaylarına gəlincə, ən iri çayı əlbəttə ki, Amazon çayıdır. Amazon çayının mənbəyi Peruda yerləşsə də, böyük istiqamətdə, böyük məsafədə Amazon çayı Braziliya ərazisindən axır. Və demək olar ki, çayın böyük hissəsi cənub yarımkürəsində, mənsəbə yaxın yerlərdə isə ekvator xətti kəsdiyinə görə bir hissəsi şimal yarımkürəsində yerləşir. Və Amazon çayı içərisində olan Manaus limanı Braziliyaya məxsusdur deyə bilərik. Amazon çayı mənsəbində həm delta, həm də estuar relyef forması yaranır. Ən əsas qollarından olan Madeira, Tabajos və s. kimi qollar, həmçində Rio Negro qolu Amazon çayına Braziliya ərazisində birləşir. Bundan başqa Parana çayı öz başlanğıcını Braziliya yaylasından, yəni Braziliya ərazisindən götürür. Həmçində Parana üzərində olan Iguaz şəlaləsi Argentina və Braziliya ərazisindədir. Və Parana çayı üzərində olan Itaipu su anbarı Braziliya və Paragvayın birgə istismar etdiyi su elektrik stansiyasıdır. Bir də San Francisco çayı var. Braziliyanın daxili çayıdır və demək olar ki, tranzit çay hesab edilmir və birbaşa Atlantik okeanına tökülür. Bu da Braziliya yaylasından başlayır. Demək olar ki, Braziliya dövlətinin daxili suları həm daxili axar hövzəyə, həm də birbaşa Atlantik okean hövzəsinə aiddir. Yəni Atlantik okeandan başqa bir okean deyə bilmərik. Uruqvay çayı da öz başlanğıcını məhz buradan götürür.
Təbii zonalara uyğun olaraq ölkədə qırmızı, sarı ferolit, laterit, qırmızı qonur torpaqlara geniş rast gəlinir. Braziliya dövləti əhalisinin sayı 200 min nəfərdən çox olan ölkələrə aiddir. Burada yalançı urbanizasiya da səciyyəvidir ki, onlar favelalar adlanır. Paytaxtı Braziliya şəhəridir, lakin ən böyük şəhərləri São Paulo və Rio de Janeiro şəhərləri hesab edilir. Ən böyük limanları isə Santos və Tubarão limanlarıdır. Həmçinin Amazon çayı üzərində Manaus limanı olduğu qeyd etdik. Gəlin görək xəritə sistem toplumumuzdan başqa nə deyə bilərik Braziliya üçün. Braziliya yeni sənaye ölkələr qrupuna daxildir. Əslində inkişaf etməkdə olan ölkələrin əsas ölkələr qrupuna daxildir, amma əsas ölkələrində də deyirik bəzən onu yeni sənaye ölkələr qrupuna daxil edirlər. Və qeyd edirik ki, Braziliyanın əhalisinin cins tərkibində qadınların sayı kişilərin sayından üstündür və Braziliyanın əhalinin sayı 218,2 milyon nəfərdir. Sonra Braziliya ilə bağlı başqa nə deyə bilərik? Təbii ki, dil ailələrinə toxuna bilərik ki, Braziliya əhalisi Hind-Avropa dil ailəsinin Roman qrupuna aiddir Braziliyalılar. Həmçinin burada yerli dil qruplarına daxil olan əhali var və Latin Amerikası sivilizasiyasına aiddir deyə bilərik. Sonra beynəlxalq iqtisadi inteqrasiyanın iqtisadi ittifaq mərhələsindədir deyə bilərik. Aladi təşkilatına üzvdür deyə bilərik. Braziliya üçün başqa nə deyə bilərik? BRICS təşkilatına üzvdür deyə bilərik. İslam əməkdaşlığı təşkilatına üzv ölkələrlə qonşudur. Üzv deyil, üzv olan ölkələrlə Surinam və Guyana ilə qonşudur deyə bilərik. Sonra qoşulmama hərəkatında müşahidəçi ölkədir deyə bilərik. Böyük 20'lik dövlətlər siyasına daxildir deyə bilərik. Azərbaycanın Braziliyada səfirliyi var deyə bilərik. Sonra kəşf edilmiş neft ehtiyatlarına görə fərqlənir deyə bilərik. Daha doğrusu neft hasilatına görə fərqlənən ilk 10 ölkəyə daxildir deyə bilərik. Dəmir ehtiyatlarına görə fərqlənir, dəmir ixracına görə fərqlənir deyə bilərik. Polad istehsalına görə fərqlənən ölkələrdəndir. Boksit istehsalına görə fərqlənən ölkələrdəndir deyə bilərik. Sonra meşə qurşağında yerləşən ölkələrdəndir deyə bilərik. Braziliya üçün pambıqçılıq üzrə fərqlənən ölkələrdəndir deyə bilərik. Həmçinin çəltik istehsalına görə fərqlənən ölkələrdəndir deyə bilərik. Qarğıdalı istehsalına görə də fərqlənir. Sonra şəkər qamışı əkinlərinə görə fərqlənir deyə bilərik, kənd təsərrüfatı məhsullarından. Sonra tütün istehsalına görə fərqlənir deyə bilərik. Qəhvə istehsalına görə fərqlənir deyə bilərik. Kakao və kauçuk istehsalına görə fərqlənir deyə bilərik. Daha çox ətlik, südlük heyvandarlıq inkişaf etmişdir deyə bilərik. Ən iri limanları Santos və Tubarão limanları olduğunu qeyd edə bilərik.